Kərim, siz Yazıcı Qanturalının Dadaşlinskinin efirində səsləndirdiyi sözlərdən sonra bizimlə əlaqə saxlayıb, müzakirəni davam etdirmək fikrində olduğunuzu bildirdiniz. Buyurun, söz sizdədir. Nəyə etiraz edirsiniz? Nə ilə razılaşmırsınız? Çox razılaşmadığım şey var, razılaşdığım şeylər də var əslində. Çünki haqq elə şeydir ki, bunu dana bilməzsiniz. Onda gəlin razılaşdıqlarınızla başlayaq. Razılaşdıqlar. Mən Tural bəyə çox diqqətlə qulaq asdım və şəxsən də yəni Facebookdan da tanıyıram, izləyirəm və yetəri qədər də şəxsinə hörmətim var. Savadına da bir şübhəm yoxdur. Arxadan əvvələ gəlmək istəyirəm. Məsələn, Tural bəy deyir ki, kriminal məsələsi doğrudan da haqlıdır. Yəni, olub orada kriminal söhbətlər olur. Yəni, bunu mən burada səhərə qədər yox deyim, YouTube atsaq çıxacaq orada. Amma məsələn, Tural bəy kriminalı təbliğ edən sənətin içində bir nəfər heç vaxt belə sarı ayaqqabı geyinib gəlib otura bilməzdi də. Yəni, ya da nə bilim, şalvarı beləncəsinə gəzmirlər. Valla kriminal dünya siz yaşlarınızı bilməm. Yəni, Tural bəy, sizin yetəri qədər dünya görüşünüz var. Siz də Azərbaycanlısınız. Çox gözəl də bilirsiniz ki, kriminal dünya necə bir yerdir. Sarı ayaqqabı geymək olmadı orada. Təbii ki, siz yox, doğrudan onların həyata baxış pəncərəsi tamam başqa cürdür. Onların bir qanunu var, o qanun necə yazılıb, məsələn, onun bir bəlli bir kitabı yoxdur. O zaman baba deyə bilərim ki, onlara uyğun geyinib. Baba kostyum geyinib, o smokingdir. O kişinin dünyada hər yerdə var, ondan prezidentlər də geyinir. Məsələ ondadır. Baba qara köynək geyinsəydi, sizin dediyinizlə haradasa uyğunlaşdırma olardı ki, bu nədir? Başdan ayağa qara geyinib. Baba kostyum geyinib. Yəni, nisbətən qara bizim studiyada geyinən, nisbətən qara geyinən Qanturalıdır. Qanturalı ayaqqabılar... Qanturalı daha yaxındır hal-hazırda. Bizdən o dünyaya daha yaxındır. Yox, paltarla şey olur. Təbii ki, zarafat edir. Rahibələr hamısı onda borzakondur, onda biraz. Yəni, bütün qara geyimlər mütləq zülmət əks etdirirmi sizin yanaşmanız? Yox, rəngin özündə olan, nə bilim, sərtlik mi deyim, rəngin özündə. Yəni, əslində bu bizim müzakirə predmetimiz deyil. Mən sadəcə misal gətirdim ki, yəni, əgər biz tamamən başdan başa sizin dediyiniz kimi olsaq, vallah mən bu şalvarla, mən bu şalvarla şapşupla toya gedirəm mən olur. Yəni, lap səmimi danışım, bildiyimiz şapşupla toya getdiyim olur. Yəni, mağar toydur və daha səmimi hiss eləmişəm, çünki insanların arasındayıq. Məsələn, Tural bəy deyir ki, xalq seçimin eləməlidir. Mən yenə dedim, şəxsinə hörmətim var. Nə yaxşı ki, həyat Tural bəyin dediklərindən ibarət deyil. Məsələn, deyir ki, incəsənət deyil, folklor deyil. Mən tamam bunun əksindəyəm. Buna da qayıdacam bu mövzuya. Bizim xalq 10 milyondan ibarətdir, yəni Azərbaycan. 10 milyondan ibarət deyil, 35 milyon da Cənubi Azərbaycanda. Yox, 35 milyon, yəni bizi eyni locationda deyilik. Yəni, məsələn, onlar YouTube-a girib bizə baxa bilmirlər. Onların YouTube-u yoxdur. Onların hər hansısa bir fikri formalaşmır. Bütün kanallara da bütün gündə baxırlar. İndi məsələ nədir? Kanallara nə qədər çıxır meyxana? Kanallara çıxan meyxana hazır bəlli bir ssenarisi olan meyxanadır. Kanallara çıxıb heç vaxt sizin dediyiniz meyxanaya rastlamaq olmaz. Kanalı açıb sizin dediyiniz meyxananı görmək olmaz. Orada mən illa ki, haqlı olaram kanaldan meyxana açsam. Deməli, bizim xalq 10 milyondan ibarətdir. Bunun bir yarısını çıxsaq ki, yerdə qocası, uşağı, qadını çıxsaq ki, hansı ki, bu kontingentə aiddir. Yerdə 5 milyon qalır. O 5 milyonda 3 milyon, 4 milyon baxışımız olur bizim YouTube-da. Bəs bu 3 milyon, 4 milyon deyirsiniz ki, xalq seçimin elib içində bəzi kütlələr. Bu 3 milyon, 4 milyondurmu bəzi kütlə?